Dostlar, pensiyalarda artım gözlənilir. Hazırda proqnoz 9,5%dir. Amma gəlin belə edək, kim artım istəyirsə, videonu bəyənib kanala abunə olsun və videonu bəyənsin. Artımlar bəyənmələrin sayından asılıdır. Pensiyalarda artım məsələsi hazırda cəmiyyətin ən çox maraq göstərdiyi mövzulardan biridir. Dekabr ayının sonuna qədər dəqiq rəqəmlər bəlli olmasa da, məlumdur ki, ay başa çatdıqdan sonra rəsmi statistika açıqlanır və bu göstəricilər 40 gün sonra ictimaiyyətə təqdim olunur. Bu səbəbdən də fevral ayının əvvəlində pensiyaların indeksləşdirilməsi ilə bağlı konkret faiz dərəcələri daha aydın görünəcək. Son Xeber Azın məlumatına görə, iqtisadçı ekspert Xalid Kərimli Unikala verdiyi açıqlamada bildirib ki, indiyə qədər hesablanan göstəricilərə əsasən 7 ay ərzində orta əmək haqqı artımı 9,5% təşkil edir. Onun sözlərinə görə, əgər bu rəqəmlərdə ciddi dəyişikliklər baş verməzsə, gələn il pensiyalarda eyni faiz dərəcəsi ilə, yəni 9,5% səviyyəsində indeksasiya olunacaq. Bu isə o deməkdir ki, pensiya alan vətəndaşların aylıq gəlirlərində nəzərə çarpacaq bir artım müşahidə ediləcək. Xalid Kərimli əlavə edib ki, bu mexanizm illik əmək haqqı artımına uyğun olaraq avtomatik şəkildə həyata keçirilir. Beləliklə, əmək haqqı fondunda müşahidə olunan ümumi yüksəliş pensiyaların da artmasına səbəb olur. Ekspertin sözlərinə görə, dəqiq rəqəm yalnız gələn ilin fevralında tam bəlli olacaq, çünki ilin yekun göstəriciləri dekabr ayında formalaşır və bunun rəsmi statistik təsdiqi təxminən 40 gün sonra verilir. Bu səbəbdən hazırda açıqlanan rəqəmlər ilkin proqnoz xarakteri daşıyır. O vurğulayıb ki, faiz dərəcəsi həm artmaq, həm də azalmaq ehtimalına malikdir. Lakin ümumi tendensiyalara əsasən pensiyalarda mütləq artım nəzərdə tutulur. Çünki son illər ölkə iqtisadiyyatında müşahidə olunan artım tempi, dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin çoxalması və əmək bazarında baş verən dəyişikliklər bu istiqamətdə müsbət dinamikanı qoruyub saxlayır. İqtisadçı qeyd edib ki, vətəndaşlar hər zaman dəqiq rəqəmi gözləsələr də, indidən müəyyən proqnozların verilməsi vacibdir. Çünki bu, ailə büdcələrinin planlaşdırılmasına, sosial xərclərin tənzimlənməsinə və ümumilikdə insanların gözləntilərinin formalaşmasına təsir göstərir. O bildirib ki, 9,5%lik indeksasiya baş verərsə, bu həm təqaüdçülərin maddi vəziyyətinə müsbət təsir edəcək, həm də ölkədə sosial təminat sisteminə olan inamı artıracaq.